Adam balasından zövq alan yerdə birdən baxır ki, sabah balam olmayacaq. Ya da mən olmayacam. Mən bundan ayrılacam. Gəlir, sevinci qəmə çevirir. Anaya baxır, deyir bir gün ana olmayacaq. Olmayacaq. Demə, Allah eləməsin. Qulağı çək, nə qədər qulağı dart, usat olmayacaq. Olmayacaq. Qəbul elə reallığı. Qulaq dartmaqla düzəlsəydi nə vardı ki? Ömür uzansaydı. Olmayacaq, o reallığı qəbul edirsən və qəm gəlir ürəyinə. Cənnət qapısında bir dəfə rahat nəfəs alacaq, bax onu ifadə edir ki, deyir, ölüm olsaydı sevincilərindən ölərdilər. İndi başa düşmürük biz. O əbədiyyət hissi ki birdən gəlir, sən Allah mən həmişə varam, qutardığı itirmək qorxusu bitdi. Onun bir sevinci var ki, deyir, ürək dözməz, partlayar, Allah saxlamasa adamı. O sevinci Allah qoysa cənnət qapısında yaşayanda, bəlkə də orada deyir, yadında da o gün danışırdı da dünyada olanda. Bu arada real belə olacaq bizim. Biz elə bir ora qeyri-real. Və belə görüşəcək inşallah cənnətin qapısında.